Qəbul və buraxılış imtahanlarının formatı dəyişdirilirmi? Hər vaxtınız xeyir əziz izləyicilər, qısa başlığı ilə qarşınızdayım. Abituriyentlər və onların valideynləri indi təqdim edəcəyim məlumatı diqqətlə dinləsin, həmçinin bəyənib paylaşın ki, daha çox abituriyent bundan xəbərdar olsun. Çünki təhsil sistemində aparılan islahatlar çərçivəsində qəbul və buraxılış imtahanlarının formatında dəyişikliklərin olacağı barədə fikirlər son zamanlar cəmiyyətdə geniş müzakirə olunur. Məsələyə mütəxəssislər fikir bildiriblər. Təhsil eksperti Elçin Əfəndi də qeyd edib ki, qəbul imtahanlarının modelində müəyyən dəyişikliklərin edilməsi zəruri hesab olunur. Təklif olunur ki, təkrar hazırlıq sistemindən xilas olmaq və ya bunu azaltmaq üçün ali məktəblərə qəbul zamanı fənlərin sayı azaldılsın. Beləliklə, abituriyentlər cəmi 2 və ya 3 fəndən imtahan verərək ali məktəbə qəbul ola bilərlər. Burada məqsəd imtahan prosesini asanlaşdırmaqdır. Bəzi ali təhsil müəssisələri artıq SAT, yəni SAT imtahanı ilə qəbul aparır və düşünülür ki, bu model yaxın illərdə digər universitetlərdə də tətbiq oluna bilər. Yəni 6-7 fəndən imtahan vermək əvəzinə yalnız 2 fənn üzərindən imtahan verilməsi daha məqsədə uyğun hesab olunur. Amma burada bir əmma var ki, imtahan modeli bu şəkildə asanlaşdırılarsa, ali məktəbi bitirmək daha çətin olacaq. Bu, inkişaf etmiş ölkələrdə tətbiq olunan modeldir. Siz bu barədə nə düşünürsünüz, əziz izləyicilər? İndiki imtahan modelinin dəyişdirilməsinə ehtiyacı varmı? Fikirlərinizi şərhlərdə yaza bilərsiniz. Bax, belə səhifəmə abunə olun ki, maraqlı xəbərləri qaçırmayasınız. Özünüzdən müğayət olun.